Nazla oynadı. Naz kimdir? Git Batımıya. Az kiri, həqqi. Uşaq Batımıya mən üstə bilirəm ki, hocam indi deyəcəm ki, privet, o da deyəcəm, ma privet. Как dela normal niyə? Tutaq ki, yemək yiyəndə nə deyəcəm üstündə? Yecəm yaxatçı yeməyi yox, ağzını belə tutacam. Batımıya gedirəm. Batım güzel. Batımıya gedirəm. Batımda fikir yaxşıdır. Ha? Yenə deyəcək, nasılsın desə başa düşəcək. Həqqi. Batım dolmuşam, deşək girdi. Sibelcanı görə biləcəm onda orada. Sibelcanı görə biləcəm. Sibelcanın bir şey var, restoran var. Kadıköy tərəfdə restoran var. Türkiyədə Bolte var, Bolte taksiləri. Yox, dar taksilər bilir. Adı ayrıdır. Boltun hər taksilər oldu. Bizi aparaq gedir, bizi şeyliyə, göndərək, orada da Sibelcan restoranı. Naz kimdə aşağı tanımıram axı. Naz kimdə deyil, Nazla oynamı yazır. Bu A55 şeyin dəstəkçisidir. O günü Tosuya atırdı mənlə oynayanda. Level'ın zadında bağlayıb. O diyorsunuz ay brat. Babuş arıqlamısan. Mətun suyu koydun ha kaka. Uşaqlı gedim də lan nə olar ki, nə olar, çox görməyin də ama. Qoy mən də gəzim də, xoşlayıram da, nə olar ki. Gedim Türkiyəyə gəzim, gəlim yenə, Türkiyəni xoşlayıram. Biz Allah oteldən sonra çıxmaram heç. Çünki tək getsəm, haram tanıyıram heç aramı. Bəli. Baboş salam. Salam. Baboş Gürcistan'a gitsen git Nilmoza'nın yanına. Nilmonze'nin yanına. Ha git onun yanına. Nəyə gedim ki ora? Böyle yer açıp da git ona ne diyeyim hayır ver reklam elə. Hem de Gürcistan çok güzel yer daha. Basım etmişten peşman olmazsan. Baboş. Ha. Axı mən ayqadan Gürcü dilini bilmirəm mən. Orada Gürcü dilini bilmeye ehtiyac yoktur. Rusça danışmazsan. Gürcüler özde elədi ki Azerbaycan dilinde yani öz dillerinden başka dilde danışmaya hoşlanmırlar. Gene Rusça danışırsan. Rus dilini bilirəm ki mən. Rus dilini bilmirsən. Nüd. Ay bu baboşsa her dilde başa düşərlər. Hə, yaxşı gedərəm, sağ oldun. Sen şeyi bilirsən, onu bilmirsən. Tutçulas, hər şey bilirsən onu bilmirsən, tutçulas. Ay git. Bambılı. Hər şey bilirsən onu bilmirsən. Nə bilirsən, biləyəndə mən nə idim? Kaftar. Hə. El sevər deyir. O çox gedir da yəqin onun yanına, ona görə bilir o. Pozluğun idi, görmürsünüz? Gördüm kuş deyəcək, tez cavabımı verdim, üzünü adı bu elədim. Zahra xanım, çox sağ ol. Allah tərbiyəli, əxlaqlı, namuslu xanımlarımızı qorusun. Belə xanımlara da Allah heç nə demir, ucuz ölüm versin. Danışını bilməyən, özünü bilməyən.
Deyir, hər şeyi bilsən, onu bilmirsən. Mənə deyə bilər ki, bir deyəcək, 5-də cavabını alacaqdı. Güya nə deyəcəkdi ki, nəyimi görür ki, nəyimi də deyə. Sadəcə özünə hörmət qoymayan xanımdır da. Baxanda bilirdin ki, tərbiyəsiz bir qadındır. Bəli. Niyə pis qələmə verirsən? Sən mənə deyirsən ki, hər şeyi bilirsən, onu bilmirsən. Xeyr, mən rus dilini bilmirəm, ay bacı. Oradan buradan danışıram ben. Mən tam bilmirəm rus dilini. Türkçe. Sən idin məndən məzələnlə. Sən niyə deyirsən ki, mənə Nil Monze'nin yanına get? Niyə o söz deyirsən ki? Niyə gedib mən elələrlə məni bir səviyyəyə tutursan ki? Deyirsən, qoşu sür, ged onun ağzını payını verdi. Niyə sən mənə o yolu göstərsən ki? O mənə sövdü, onun da o tərbiyəsi göz qabağındadır, mənim də tərbiyəm göz qabağındadır. Niyə gedib baş qoşum? Yox, sən düz danışmırsan, get deyir ağzını payını verdi onun. Düz danışmırsan, ay qız, başa düşdün? Pis qələmə vermədin, sən mənə məzələnirsən ki, hər şeyi bilirsən, onu bilmirsən. Sənin deməyin pis çıxdı. Hündüşkamı saxlayıram, özümə saxlayıram da, qadan alım. Saxlayıram, öz əziyyətim çəkir saxlayıram. Kimsə mənə hündüşka saxlamır ki. Nə dedim ki, sağ söydüm, təbirib, sənin danışığın pis çıxdı. Hər şeyi bilirsən, mənə məzələnirsən. Sən məni tanımırsan, eləmirsən, sən niyə o sözü mənə deyirsən ki? Çünki pis kimi danışdın. Nəysə xanım. Deyir, mənim demə nə üçün var? O məni sövd deyir, mən gedim onun səviyyəsinə düşməliyəm. Hamı onu da qəşə tanıyır, məni də qəşə tanıyır. Zəy vurmuşsan, özün məsələnirsən, xanım, özün qaşınırsan. Baboş, haftaya Bakü'deyim, geleceğim. Bilmiyorum, 40 efsane abicim. Beni destekçim Leyla Hanım şeye gönderiyor. Ya diyor Kürdistan'a git ya da Türkiye'ye, İstanbul'a git. Ben de kalıyorum böyle. Bəli. Çok sağ olun. Mikrofonda değil. Ha. Ne? Yok hanım, elə şey daha yığışdırılıbdı. Ha, elə şey yoxdur artıq da. Mən sağ WhatsAppda yazarım aydınlığın, nətərdir, mənə yazarsınız, deyərəm də başa salarım sizi. Nə olub, nedirsə açıqlamayla verəcəm. Bildim ki, bu barədə mən canlıdayım da, canlı danışmaq istəmirəm. WhatsAppda yığarsan, canlıdan sonra danışarıq, sizə başa salarım. Yaxşı. Yemək yedək, axşamın kebab yiyəcəm, çimim eləyim, axşamın kebab yiyəcəm, ördək duruq kəsək 2 dənə. Sən Afrikaya git, hə, saçınla boyda olub, hə, qaqa, iş deyiləsi deyil. Deyiləsi deyil. Niyə görmürəm ki, haftaya mən 3 günlük gedirəm də, qardaşım 40 efsane. 3 gün gedib ya İstanbul'da qalacağım ya da Gürcistanda. İnşallah Türkiye'den bir geçək qız tapıb onunla beraber qaydaram. Deyərəm, ay qız, evim eşiyim var. Eğer Gürcistana geçsem, Gürcistanda deyərəm, evim eşiyim var. İnşallah bir geçək bir qız tapıb onu da vurub qoltuğuma gələrəm. PK olacaq. Sen ayarla, ben haftaya Bakü'deyim, gel yanıma. Tananlı krem vurmuşsun. Nasıl ses danışma, tananlı niye krem vururam? Görmüşsünüz başım buralar kızarıb. Elekom mazı vurmuşam. Neyinirəm tananlini? Üzü tükülə tananlı vuracam üstümə. Üzüm ağdı, əlim dağdı da, əlimə də vururam. Bilmirsiniz, elə danışırsınız, şərləməyin məni. O gün üzümü çəkdim, attım həkimə. Bir həkim çıxdı, üzümü müalicə eləyəcək.
Üzümü çəkdim həkimə, pis günə düşmüşdü. Mandalini yedim, yenə pis günə düşdü. Mənə dedi ki, səni daxildən təmizləməliyik. Çəkmişdim, sifətimə baxsaz qorxarsınız. Qocurum qalıb. Oy, göstərənlərəm. Saçım parikdir. Daxilini çürümür uşaqlar. Daxildən təmizləməlidir, başa düşürsən? Mənə dedi, sən pəhri saxlamansa, sən mədəyin ağzı açıqdır dedi. O qədər yemişsən ki, yekətmisən deyir. Yedikcə də doymursan, görsən, açılıb yumulur. Bir onu şey eləyəcək, Nimacəvin qoca adi həkimdir, görək nə ayrılacaq. Dedi, mən sağaldacam. Efsanəni bərdiyi qonaq çağır. Niyə çağırmıram ki? Abim deyil. Bəli. Salam. Baba salam, necəsən? Çox sağ ol. Siz nə tərsiniz? Yaxşı, baba, sənin üzümün allergiyası mandalinlərdir. Sən sitrus meyvələri... Xeyr, mandalinin deyil, xanım, dərimdə problem var. Dəridəndir onda. Hə, dərim alacaqmalıyım. Çünki məndə də olur, məndə də allergi çıxır. Nə vaxt mandalin yiyirəm, yanaqlarım qızarır. Hə, mandalin yerdə çıxır. Ay, sağ ol. Niyə filtrlər çıxırsın? Niyə üzüm qırmızı görsün cəmaat? Filtr biraz üzü keşələşdirir də. Hə. Necə? Hə. Heç də baba, Allah şəfa versin sənə. Sağ ol, çox sağ ol xanım. Hələ, sağ ol. Sən evlənən deyilsən. İmam haqqı evlənəcəm. Allaha and olsun istəyirəm. Prosto özümə uyğun, qoçaq, bir rayon qızı, kənd qızı tapa bilmirəm. O Allah and olsun evlənmək istəyirəm. Deyirsən sən evlənən deyirsən. Quran haqqı evlənmək istəyirəm. Tərlikdən bezmişəm ta. Qızımın otağıdır, qızımın otağını da hazırlamışam. Arvadımın otağı da hazırdır. Cehiz gətirməyəcək. Sənin nəyin var ki? Niyə nəyim yoxdur? Hər şeyim var. Niyə elə deyirsən ki? Var da kənd qızı. Hanım? Ah be baboş, hangi şampunla yuyursan başını? Qabaq hıldırın şıldırısından yuyurdum, indi hıldırın şıldırısı qutarı Doviyə keçmişəm. Doviyə də gördüm, başıma aparmadı. Keçmişəm Selamın sulfiti şampununa. Kişiliğim var. Bir daş başına, niyə yox da kişiliğim? Qolumun tükünə bax da, heç olmasa. Qolumun bir gücünə bax da, bir cəngavərinə bax da. O gün usta gəlmişdi, 2 dənə ustayla qol gücü elədim, biri də yıxmadı məni. Kişilik deyil bu. Güc deyil bu. Gül söhrə xanım, hay? Kişilik deyil, hə? Daran Grace.